Ay uşaqlar, mən bura pul qoymuşdum, onu kim götürüb? Ay müdür, mən bilmirəm ki, sizin pulunuzu götürməmişəm. Pul masanın üstündədir. Masanın üstünü kim yığışdırıb? Ay müdür, mən masanı yığışdırmışam, amma pulu görməmişəm. Ay kişi, burada səndən başqa heç kim yoxdur. Pulun ayağı çıxdı, qaçdı getdi. Müdür, valla mən götürməmişəm. Ay müdür, sən öz gözünlə görmüsən ki, Mətin pul götürüb. Sən də ağıllısan. Gözümlə görməmişəm, amma masanın üstünü o yığışdırıb da. Masanı yığışdırmaq pulu götürmək deyil axı. Yox, sən çox ağıllısan deyəsən. 5 dəqiqə vaxt verirəm, pulumu tapın. Yaxşı? Ay müdür, bir dəqiqə. Sən pulu dəqiq hara qoymuşdun? Dəqiq bilmək istəyirsən, bax bu masada oturmuşdum, pul da burada idi. Müdür, biz sən pulu indi tapacağıq, amma dəqiq bilmədən heç kimi günahlandırmaq olmaz. Tap pulumu. Ağıllı danışmağına baxın. Budur sizin pul. Ələpədəyəm də dəniz yoluna çıx gəlirəm mən də. Hə, mənimdir. Bəs nə oldu müdür? Mətin götürmüşdü. Boş yerinə uşağın qəlbini qırdınız. Mətin, sən məni bağışla. Mən çox böyük səhv elədim. Ay Mətin, incimə də məndən. Mən də insanam. Bir böyük bir səhv eləmişəm. Müdür, pul tapıldı, amma uşağın qəlbini qırmısınız. Düz deyirsən, amma oldu da indi mən niyə bilərəm? Mən ahsantam, kasıvam, amma oğru deyiləm. Səni günahlandırmağa heç haqqım yox idi. Çox böyük səhv elədim. Bağışlayın mən. Bir də belə şey eləməyəcəm.